Əgər yuxuda arzunuzun həyata keçdiyini görmüsünüzsə, bu çox gözəl bir əlamətdir. O deməli, şüuraltı artıq bu informasiyanı qəbul edir. Gələcək variant artıq yerləşib sizin şüurunuzda, beyninizdə. Bir var ki, arzu xəyal olaraq qalır. Yəni düşünürsən ki, olar, olmaz, mümkün olacaq, bunun həyata keçməsi mümkün olmayacaq. Amma ki, əgər yuxuda siz, bir daha təkrar edirəm, görürsünüz ki, arzunuz həyata keçib, o deməkdir ki, yəni ki, bu ssenariya sadəcə mümkün deyil də. Bu artıq yaradılır. Həyata keçməməsi mümkünatsızdır. Bu ssenariya sadəcə mümkün deyil, artıq yaradılıb və sizə yaxınlaşır. Əslində, yəni ki, bu belə bir siqnaldır. Bu variant sənin həyatına daxil olmağa başlayır. Yuxular şüuraltının hansısa bir arzunu və yaxud da nə isə qəbul etməyinin göstəricisidir. Yəni bilin ki, proses işə düşüb. Arzunun həyata keçmə prosesi işə düşüb. Qalan şübhə etməmək və bu yola davam etmək.